Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilir. Bildirilib ki, gündüz bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimal var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubəti isə gecə 70-75%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı. Dolu düşəcəyi yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 23-27 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq. Özünüzü qoruyun.